2025-ci il Azərbaycan idmanı üçün qələbələr yeni uğurlarla əlamətdar olub. İl ərzində idmançılarımız beynəlxalq yarışlardan evə nə az, nə çox 2113 medal gətiriblər. Bu, Azərbaycan idmanı üçün növbəti rekord göstəricidir. Beynəlxalq nüfuzlu yarışlarda idmançılarımız 613 qızıl, 616 gümüş və 884 bürünc medal qazanıblar. Azərbaycan idmanı üçün növbəti uğurlu il oldu. Medal sayında rekordlarımız var. Yenə də təşkilatçılığımızdan fərqləndik. Çox sevindirici haldır ki, bizim gənc idmançılarımız uğurla çıxış eləyirlər, beynəlxalq arenalarda bizim bayrağımızı qaldırırlar. Everestə çıxanda ilk növbədə inanmırdım ki, axır ki, mən arzuma çatdım. Çünki mən bu arzuya neçə il gedirdim. Axır ki, alındı. Mən bir nümunə kimi oldum ki, hər bir qadın özünə inana bilər ki, hər öz Everestinə çata bilər. Çünki hər adamın öz Everesti var. Mayın 15-i 2025-ci ildə dünyanın ən hündür zirvəsi olan Everesti Azərbaycan vətəndaşı qadını olaraq etdim. Ancaq ondan sonra qərara gəldim ki, ölüm zonasına enərək Azərbaycan alpinizmində yeni bir səhifə açmalıyam və beləliklə növbəti gün mayın 17-sində dünyanın ən hündür 4-cü zirvəsi olan Loxot zirvəsinə çıxış elədim. Bu il mənim üçün bir çox şeylə əlamətdar oldu. Xüsusən komanda hesabında dünya çempionluğu və dünya oyunlarındakı gümüş medal, eləcə də orada əldə elədiyim uğur mənim üçün əlamətdar hadisələrdəndir. Məndən danışmıyıq, şahmatdan danışaq. Şahmat üçün çox uğurlu il olub. Bizim kişilərimiz də, milli komandamız şahla başda olmaqla kapitanı da tim olub. Avropa çempionatında ikinci yerə çıxıblar. Əlbəttə ki, hamı birinci yer gözləyirdi, amma bu çox gözəl, həqiqətən çox gözəl nail etdim. Və qızlarımızdan ibarət milli komandada İspaniyada ikinci yerə çıxıb. O komandanın kapitanından olmuş. Bəli, buyur, sualınızı verin. Azərbaycan cüdosunun zirvə ilini sayıram 2025. Amma yenə deyirəm ki, mən bir ağsaqqal kimi, bir məşqçi kimi perspektivə görürəm ki, bundan da yaxşı nəticələrimiz ola bilər. Biz 3 dənə KPI hazırlamışıq ki, onlara çataq o hədəflərimizə və Allah'a şükür nail olduq. O da hədəflərimiz bu idi ki, dünya yarışında biz 6 qotda qazanaq və Allah'a şükür birinci dəfə bu işə nail gəldik. Para badmintonda biz medal götürdük, Avropa medalını, gümüşü və həmçinin air badmintonda demək olar ki, ilk dəfədə Azərbaycan Avropada gümüş medalı götürdü. İslam oyunlarında, dünya çempionatında, Avropa çempionatında nəticələrimiz oldu. Əsasda İslam oyunlarında gənc idmançılarımız iştirak elədi. Orada perspektiv idmançıları təşkil elədik. 2025-ci il mənim üçün həqiqətən də uğurlu il oldu. Avropa çempionu oldum, dünya ikincisi oldum. İslam oyunlarında ikinci yerə çıxdım. Həqiqətən də bunlar böyük uğurlardır. İlin axırda ilin idmançısı seçildim.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev.